Salam dostlar, bugün okmu oynuyoruz. Ümid edirik siz də bəyənərsiniz. Gəlsin suallar. Bir gecəyə imtahana hazırlaşmaq həqiqətən mümkündürmü? Ok. Təbii ki, əvvəlcədən hazırlaşmağınız yaxşı olardı, ancaq çatdırmamısınızsa mümkündür. Yəni ümidinizi itirməyin, çarəsi var. Heç bir sənəd vermədən xaricdə universitetə qəbul almaq olar? Nok. Təbii ki, nok. Türkiyədə YÖS, SAT olmadan universitetə girmək olar? Ok, təbii ki. Xaricdə təhsil alarkən imtahan vermədən semestr keçmək olar? Nok. Öyle bir dünya yok maalesef. Xaricdə diplom alıb Azərbaycanda tanıtmaq olar? Ok. Xaricdə oxuyarkən bu gün dərsə getməyim demək olar? Ok. Hem ok hem nok bence. Məsləhətsiz, araşdırmasız, düzgün ölkə seçmək olarmı? Nok. Ok ola bilər, ancaq düzgün mütəxəssis seçmisinizsə. Bəli, o zaman ok. Xaricdə təhsil üçün təqaüd qazanmaq olar? Ok. Nəticələriniz yüksəkdirsə. İtaliyada təhsil pulsuz ola bilərmi? Ok. Ok. Fürsətlər var, təqaüd proqramları var. Baxır indi onu siz necə dəyərləndirirsiniz? Suallarımız bu qədər. Başqa maraqlı hansı trend akımları etməyimizi istəyirsinizsə, yorumlarda qeyd edə bilərsiniz. Təşəkkürlər.